Özünüzü təqdim edin, sizi daha yaxından tanıyaq. Adım Ülkərdir. Azərbaycanda məni azərbaycanlı alman həkim olaraq tanıyırlar. Bakalavr təhsilimi Azərbaycan Tibb Universitetində bitirdikdən sonra 10 ilə yaxındır ki, Almaniyada həkim olaraq fəaliyyət göstərirəm. Ülkər xanım, qadın və kişi orqanizmi arasında əsas fizioloji və enerji fərqləri hansılardır? Ümumiyyətlə qadın təbiəti gərəyi soyuqdur. Bu onun anemiyaya meyilli olması ilə, yəni qan azlığına meyilli olması ilə əlaqədardır. Bildiyiniz kimi hər ay qadınlar qan itirir və buna görə də daha çox üşüyən olaraq bilinir. Yəni siz bizim əvvəlki dövrlərdə nənələrimizə baxsanız heç bir nənəmizi yayda istidir deyə üzr istəyirəm soyunan görməzsiniz. Bu bizim normal halımızdır. Hətta əvvəlki dövrlərdən oğlan uşaqlarına isti geyinmə qadağan edilirdi. Məsələn, Almaniyada oğlan uşaqları bezlərdən daha tez çıxarılır və ya qış aylarında qar belə olsa onlara qısa şortlar geyindirilir ki, bu onlar üçün daha xeyirlidir. Amma hazırki dövrdə ətrafınızda gördüyünüz qadınlar soruşa bilərsiniz ki, nəyə görə onlara soyuq deyil, onlar üşümürlər. Çünki əslində içəridə daha çox eril enerji daşıyırlar. Bu eril enerji daha çox diqqət cəlb etməkdən də ötəri pul qazanmaq məqsədi daşıyır. Məsələn, klimaksda olan xanımlarda getdikcə bizim qadın hormonlarımız enir, testosteron qalxır deyə artıq onlar çox da üşümürlər. Əksinə onlara istilik gəlir, isti basma, tərləmə və s. Buradan da görə bilərik ki, əslində normal fizioloji funksiyası ilə qadınlarımızın hazırki həyat tərzi, hazırki davranışları uyğun gəlmir.